Ha, naməriz dostlarım, istəyərdim sizinlə o klasik şərabiyatının bəzi xüsusiyyətlərindən danışayım. O xüsusiyyətlərindən biri mət tarifdir. Məthiyyələr tarifnamələrdir. O qəzəldə də ola bilər, qeytərdə də ola bilər, rübailərdə də ola bilər. Orada çəkilmir. Yəni şair elə canlandırmalı ki, oxucu, şübhəsiz ki, oxucu da gəlib hazırlıqlı olsun da. Bilir ki, bu söhbət nədən gedir? Kimdən gedir sözündür? Misal üçün, rəhmətli Məhəmməd Füzulinin bir dənə qəzəlindən danışaq. Deyir, ey misafir. Misafir yol gedəndir. Heç olmasa 90 kilometr məsafədə. Ey misafir, yara timsalına surət vermədin. Zührüf çəkdim, bəli, təbu tərabət vermədin. Eşq sevdasından ey nasi nəsihət verəndir. Ey nasi, məni mən eylədin, yox imiş əqlim, mənə yaxşı nəsihət vermədin. Dün ki fürsət düşdü xaki dərgahından kam olan, canımı aldın, göz yumub açınca möhlət vermədin. Göz yumub aləmdə istərdim açam ruhsarıda. Nə oldu ey göz yaşı, göz açmağa fürsət vermədin. Bu mudur rəhmin ki xan eylər ikən qəsdi can, çatdı xəttim ki onu mənədən imkan vermədin. Verməsin əhlinə ya Rəbb, qüdrət rəsmi zəfa. Çün zəfa çəkməkdə eşq əhlinə taqət vermədin. Ey Füzuli, öldün, əfqan etmədin, rəhmət sənə. Rəhm qıldın xəlqə, əfqanınla zəhmət vermədin. Bu qəzəl bütövlükdə belədir. Burada o açar söhbəti var, rəhmətli Ələndər Mahir'in sözü olmasın. Füzulinin bir müsbət cəhətlərinin biri odur ki, məsələn, o Füzuli açar qoyur. Məthiyyələrdə, sən o sarı sanda bilirsən ki, söhbət nədən gedir. O bir dənə beyt də ola bilər, bir dənə misra da ola bilər, bir dənə söz də ola bilər. Mən çalışıram ki, çünki WhatsApp'da video söz çəkiləndə WhatsApp bıraxmır onu. Onun üçün o ikinci hissədə mən söhbət eləyərəm nədən gedirsə.